İkinci Dünya müharibəsi başladı. 14-cü ildə Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandın deməli Serb millətçisi Prinsip tərəfindən öldürülməsi bəhanə olacaq. Bir ay sonra Avstriya-Macarıstan günahkar hesab elədiyi Serbiya üzərinə nə edəcək? Hücuma keçəsidir. Bu da digər dövlətlərə güya ki, müttəfiqlərini müdafiə etmək adı altında müharibəyə qatılmaq imkanı verir və Rusiya Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başlayır. Cavab olaraq da Almaniya səfərbərliyə başladı. Çünki Rusiya ayrıca blokda idi, bilirsiniz, Antantada, Almaniya da üçlərdə idi. Hər ikisi öz blokunda olan dövlətləri nə etmək istəyir güya? Müdafiə etmək istəyir. Və Rusiyanın Serbiyanı müdafiə etməsini istifadə edərək, deməli, Almaniya Rusiyaya, sonra da Fransaya müharibə elan elədi. Beləliklə də Böyük Britaniyanın Xarici İşlər naziri dedi ki, bütün Avropanın işıqları söndü. Yəqin ki, uzun zamanda yanmayacaq. Yəni nə deməkdir bu? Avropada böyük müharibənin başlanmasının siqnalı verildi. 3 əsas cəbhə var. Qərb cəbhəsi, Şərq cəbhəsi, Balkan cəbhəsi. Bir də ilin sonunda Qafqaz cəbhəsi yarandı. Qafqaz cəbhəsi əhatə edəcək Urmiyadan Qaradənizə olan əraziləri. Burada döyüşəcək əsasən Ruslarla Osmanlılar. İndi baxaq görək 14-cü ilin hərbi əməliyyatlarında hansılardır. Demək, hərbi dairələrin hazırladığı planlar hücum planları idi, müdafiə yox. Və qısa müddətli müharibə üçün nəzərdə tutulmuş. Yəni tez bir zamanda nə edək? İşğal edək, müharibəni ildırım sürəti ilə başa vuraq. Və Şlifen planını bayaq dedik, Alman ordusu Fransanı sürətlə məğlub etmək üçün Şlifen planını əsasən 14-cü il avqustunda haranı işğal etdi birinci? Belçikanı. Çünki bayaq dedik ki, haradan keçməli idi? Belçikadan keçmək nəzərdə tutulmuşdu. Belçikanın bitərəfini qorumaqla bağlı müqavilə öhdəliyi vardı Böyük Britaniyanın. Ona görə də bəhanə oldu ki, Böyük Britaniya hansı dövlətə müharibə elan etsin? Almaniya ki, sən niyə belə eləmsən? Və Marna çayı sahilində döyüş baş verəcək 14-cü sentyabrında. Bu döyüş İngilis-Fransızlar Almanların hücumunu dayandırdı. Almanları geri oturtdular. Fransa həlledici məğlubiyyətdən canını qurtardı. Çünki yoxsa birbaşa hara girməli idi orada? Fransaya daxil olacaqdı, bəli. Şlifen planı burada puça çıxır. Yəni elə birinci döyüşdə ləğv oldu və Almaniya iki cəbhədə, həm qərbdə, həm də şərq cəbhəsində iki tərəfli müharibə aparmağa məcbur qalır. Bunun da mənfi tərəfi oldu ki, Almaniyanın qoşunları nə etmiş oldu? Parçalandı, iki əsas hissəyə bölünmüş oldu.